Şərif Ağayar, Laçınsız ilk gün hekayə. Mən Əhməd bəyliyə Əşrəf əmicinin yatağına çatanda gördüm kəndçimiz zaman su maşının içindən uşaq çıxarır. Əlini çənin bacasından içəri sallayıb nəsə axtarır, yuxarı dartır. Maşının üstündə və yanında dayanan çobanlar pencəklərinin boynu, yaxası quzun caynağına keçmiş uşaqları ziyanlıq mal kimi bir-birini ötürüb yerə qoyurlar. Uzun müddət fillər ayaqlarının keyini açıb yeriyə bilmir. Zaman yenə zarafatından qalmırdı. Kimin peysərindən yapışıb çəndən çıxarırdısa, alnına yağlı bir söyüşlə şappıldadırdı. Əlini ver görüm, sənin xalana. Nətər gəldiniz köppək uşağı? Sənin pasını üst başınızla yaxşıca təmizləmisiniz. Basıra düşəniniz yoxdur ki. Hər uşağın qucağında öz dəyişək paltarı vardı. Ata-anaları Laçında qalmışdı bu uşaqların. Uzağı Kəlbəcər üzdən piyada gələrdilər. Ayağı yer tutmayan uşaqları, qocaları isə beləcə aranı yola salırdılar. Ağcabədi uzaq idi. Ona görə əlsiz ayaqsızları xəstələrə Füzulidə, Cəbrayılda məskunlaşan tanış bilişin evində qoyub geri qayıtmaq lazım idi. Kənddə hələ çox adam qalmışdı. Vaxt isə daralırdı. Əşrəf əmi məni görən kimi təlaş içində olduğumu anladı. Niyə belə sınıxmısan, hə? Çörək vermirlər sənə? Qorxma, sizin eviniz biraz bundan əvvəl keçdi Ağcabədi tərəfə. Öz gözümlə gördüm. Mən Füzulinin Alxanlı kəndi həndəvərindəki yataqların birində qohumlarım cildə olurdum. Qoyun quzu saxlayırdıq. Qorxum ondan idi ki, dədəm kənddə deyildi. Bakıya müalicəyə getmişdi. Yel xəstəliyi vardı kişinin. Laçın soyuq yer olduğundan həmişə ağrıyırdı. Ağrıyan kimi də qanı qaralırdı. Bu xarabadan nə vaxt canımız qurtaracaq? Ay bura daş qoyanın. 2 gün sonra aşağı yataqlardan bir uşağı mənim ardımca Alxanlıya göndərdilər. Dədən dedi, təcili gəlsin Əhməd bəyliyə. Getdim. Uşağın alınmasını eşidən kimi işimi bildim. Dava dərmanı yarımçıq qoyub gəldim. Laçını alıblar da gedib də. Qohum övladın çoxu qalıb kənddə. İnanmırlar ki, torpaq alınacaq. Qız gəlini güdəzə verəcəklər. Dədəm çox həyəcanlı idi. Sonra izah elədi ki, biz dayımı və əmmimi qarşılamaq üçün Laçına tərəf getməliyik. Onlar köç yolu ilə heyvan gətirirlər. Köç yoluna maşın işləmirdi. Asfaltla gedənlər isə yalnız ev eşik yığmaq üçün tutulan partavoy maşınlar idi. Allah işimizi rast saldı. Asfaltdan köç yoluna tərəf ağ bir qazərliç buruldu. Dədəm kepkasını yelləyə-yelləyə maşına tərəf yürüdü. Ay saxla, belə gündə adam yolda qoyar. Maşın dayandı. Onlar da bizim kimi adam qarşılamağa çıxmışdılar. Kuzaya qalxdıq. Yol boyu heyvanlarını qabağına salıb gələn yüzlərlə adam vardı. Soraqlaşa ta Laçının qənşərinəcən gəldik. Xoşbəxtlikdən mindiyimiz qazəlliçin sahibləri axtardığı adamı tapa bilmirdilər. Yoxsa qalan yolu piyada getməli olacaqdıq. Dağtumasda Muradxanlıya tərəf sallananda əmimlə rastlaşdıq. Saqqal basmışdı tamam. Onu belə görməmişdim heç vaxt. Dədəm maşının salonunu orta barmağı ilə taqqıldatdı. Maşın dayandı. Düşdük. Xahiş elədik bizi bir dəqiqə gözləsinlər. Əmimlə görüşdük, dedi dayımı görməyib. O biri əmim isə kənddə qalıb. Gəlmək istəmir. Bir dəstə kənd adamına qoşulub gedənlərə gülür və deyir, qaydanda sizi kəndə buraxmayacaq. Dədəm başını buladı və biz maşına qayıtdıq. Kuzada azca saman var idi. Dədəm samanı ayağı ilə küncə toplayıb üstündə oturdu. Kepkasının arxasını qaldırıb başını bortun taxtasını söykədi və mürcülədi. Neçə gündür yuxusuzam. Yerimə qord ol belə bil. Maşın qəflətən çalaya düşüb atlandı. Bort dədəmin başının arxasına dəyincə kepkası atılıb kuzanın ortasına düşdü. Cəld kepkanı götürüb çırpdım və dədəmə qaytardım. Dədəm əli ilə başının arxasına ovuşdura dedi. Görəsən buralarda maşın tapmaq olarmı? Gedib Cəfərqulunun da evini yığıb gətirək. Cəfərqulu dədəmin ortancıl qardaşı idi. Muradxanlıdan azca yuxarı Laçına tərəf dikləşmişdik ki, yolun içində böyük qələbəlik gördük. Elə bir basabas, itələşmə vardı ki, torpaq atsan yerə düşməzdi. Bir tərəfdə hərbçilər, tank, top, qırat qurğuları, bir tərəfdə cəmaat, qohumları, o bir üzdə qalan Laçınlılar. Hərbçilərdən biri tankın üstünə çıxıb qışqırdı. Ay cəmaat, Laçını ermənilər aldı. İndi Qayğı qəsəbəsindən də yolu bağlayacaqlar. İrəli getmək olmaz. Bəs siz harda ölmüşdünüz ki, Laçını aldılar, ay qurumsaqlar? Səsindən tanıdım. Əliqulu kişi idi. Uzun müddət qonşu kənddə briqadır işləmişdi. Qoçaq adam idi.
Bu sözün arxasınca bir qışqırıq, bir haray həşir düşdü ki, adamı lap vahimə basırdı. Kişilər də arvadlara qoşulub şivən qoparırdı. Uşaqlarım qaldı, atam qaldı, ailəm qaldı, ballarım qaldı, qardaşımın yetimləri qaldı. Tanklar hərəkətə gəldi. Adamlar yoldan çəkildilər və cəmaatı düşmən umuduna qoyub, nərildəyə-nərildəyə aradan çıxan bu cansız əjdahalara nefrinlər yağdırmağa başladılar. Bircə Əliqulu yoldan çıxmadı. Qabaqdakı tank məcbur olub dayandı. İçindən çantaraq bir əsgər düşüb Əliquluya yaxınlaşdı. Dayı, çıx yoldan. Bala, bizi qoyub hara gedirsiniz? Bari silahlarınızı verin, gedib arvad uşağımızı xilas edək də. Çıx yolda, mane olma, biz əmrə tabiyik. Əliqulu, üzü qoyulu, asfaltın ortasına uzandı. Onda mənim üstümdən keçəcəksiniz. Tankdan daha bir əsgər başını çıxarıb, zabitəli səslə rus dilində nəsə dedi. Görünür, komandir idi. Çantaraq əsgər onu dinləyəndən sonra tələsik Əliqulu kişiyə yaxınlaşdı və avtomatın qundağı ilə boyunun arxasına möhkəm bir zərbə endirdi. Əliqulu kişinin sifəti asfalta dəyincə huşunu itirdi. Əskər yaxasından yapışıb onu yolun kənarına sürüdü. Asfalta tökülmüş qanın içində Əliqulunun qızıl dişləri parıldayırdı. Qaş qaralmışdı artıq. Qələbəliyin içində hamı bir-birindən kimsə xəbər alırdı. Biz də təsadüfən bir qohumumuzu gördük. O dedi ki, dayım maşın tutub heyvanları Ağcabədiyə aparıb. Da elə bir işimiz qalmamışdı. Elə həmin maşının üstündəcə Cəbrailin Dastumaz kəndinə gəldik. Tanımadığımız tinlərin birində düşdük, kənddə işıq yanmırdı. Küçələr zülmət içində idi. Dədəm qalın şüşəli iynəyini taxıb sağa sola boylandı. Bu kənddə olmamışam, heç yanı tanımıram ha. Boş küçə ilə kəndin içinə tərəf addımladıq. Acından ürəyim gedirdi. Hündür darvazalı evlərin birindən bişmiş çolpa ətinin qoxusu gəlirdi. Bax, bir kasıb ev tapa bala. Gözüm yaxşı seçmir. Kasıb niyə? Kasıblar dargöz olmur. Qəribədir, dədəm kəndimizin ən varlı adamlarından idi. Sınıq salxaq bir darvazanın qarşısında dayandıq. Həyət divarla deyil, dağılıb yırtılmış köhnə çəpərlə əhatələnmişdi. Dədəm darvazanı taqqıldatdı, cavab gəlmədi. Bir də yerdən daş götürüb təkrar taqqıldatdı, yenə cavab gəlmədi. Darvazanı qorxa-qorxa itələdi. Açıq idi, amma eybəcər zırıltısı vardı. Bir qarış açmışdı ki, saxladı. Kepkasını götürüb başını içəri uzatdı. Ay eviyəsi! Mən çəpərin yırtığından həyətdəki tövlənin dəhlizini aydınca görürdüm. Əyninə plaş geymiş, uzun bir kişi əlində fənər, o biri əlində ağac, üzü tövləyə dayanmışdı. Qarşısında bir camış vardı. Camışın altında çömbəltimə oturan qadının çılpaq dizi fənər işığında ağappaq ağarırdı. Ay eviyəsi! Qadın cəld donunun ətəyini dartıb, açıq dizini örtdü və camışın qarının altından darvazaya tərəf baxdı. Kişi də arxaya boylandı. Hətta camış belə gövşəyə-gövşəyə üzünü bizə sarı çevirdi. Kişi ayaqlarını sürüyə-sürüyə azca aralanmış darvazaya yaxınlaşdı. Dədəm kepkasını başına qoyub qəddini düzəltdi. Ayna qarşısındaymış kimi paltarını səlqəyə saldı. Dığ! Darvaza ağır-ağır açıldı. Kişi dədəmlə üzbəüz dayandı. Fənəri onun sifəti bərabərində qaldırıb saxladı, diqqətlə baxdı, handan-hana yorğun səs eşidildi. Kimsən? Allah qonağı, qaf saqqal. Allaha da qurban qonağına da. Kişi üzünü çevirib evə tərəf getdi, dədəm də arxasınca. Birazdan kişinin xırıltılı səsi gəldi. Ay qız, Yasəmən, gəl qonaqların əlinə su tök. Əlində vedrə tutmuş gözəl göyçək bir qız evin dəhlizinə tərəf yaxınlaşdı. Vedrəni bizdən 2-3 addım aralı pilləkənin üstünə qoyub içəri keçdi. Əlində aftafa, qolunun üstündə ağ dəsmal geri qayıtdı. Kişi sakitcə dayanıb baxırdı. Əvvəlcə dədəm ovuçlarını tutdu. Əllərini bir-birinin üstündə təzəcə hərləmişdi ki, qız qəflətən qeyri-adi bir səslə qışqırdı. Aa, pişik! Hamımız diksindik. Qız özü də qorxdu və əlini ağzına aparıb sustu. Sonra cəld aftafanı yerə qoyub pilləkəndəki vedrəyə tərəf yüyürdü. Vedrəyə qara bir pişik sırmanmışdı. Qızın gəlişini görən heyvancığaz evin dəhlizi ilə qaranlıq küncə tərəf götürüldü. Qız pilləkəndəki palçıqlı qaloşlardan birini götürüb pişiyin arxasınca tolazladı. Qaloş da pişik də qaranlıqda görünməz oldu. Artıq mən qızın əlindən yerə düşüb suyu laqqalıqla boşalan aftafanı qaldırıb dədəmin əllərinə su tökürdüm. Qız utandığından baş barmağının dırnağını qabaq dişlərinin arasına sürtə-sürtə bizə yaxınlaşdı və birdən pıqqıldayıb gülməyə başladı. Nə qədər başını gizlədib özünü əl almağa çalışsa da heç nə alınmadı. Kişi dözmədi. Nə olub bala?
Qız əlindəki dəsmalı kişiyə verib qaça-qaça bizdən uzaqlaşdı. Yuyunub qurulanandan sonra evə keçdik. Bura yəqin ki, qonaq otağı idi. Bir stol, 4 stul, bir rekord markalı köhnə televizor və bir çarpayı vardı. Stolun üstünə çıraq qoyulmuşdu. Əyləşdi, kişi görünüşünə bab gələn usandırıcı bir ağırlıqda söhbətə başladı. Uzaq yerdən gələnə oxşuyursunuz. Hə, Laçındanıq, dədəm cavab verdi. Laçını da verdilər? Verdilər. Köpək uşağı. Yoxdur da mı millətin yiyəsi? Nətər çıxdınız? Ölüm itim olmadı ki. Dədəmin səsi boğuldu. Hələ bilmirik. Kişi dədəmin qəhərləndiyini görüb təsəlli vermək istədi. Ürəyini sıxma. İnşallah yaxşı olar. Sonuncu söz kişinin dodaqlarından üzülməmiş işıqlar yandı. Kişinin gözləri parıldadı. Gördünüz? Allah var, rəhmi var. Oğlundur? Söhbət xeyli uzandı. Sonra kişi durub televizoru işə saldı. Televizor göstərmədi. Andırı dünən düzəltdirmişdim, deyib də televizorun təpəsinə bir yumruq ilişdirdi. Bu an Bəxtiyar Vahabzadə göründü ekranda. O vətənpərvərlik və Qarabağ mövzusunda danışırdı. Şeir də oxudu. Biz şairə qulaq asarsa Yasəmənin gətirdiyi qatıq doğramasından yedik. Qablar biraz çirkli olduğundan mən güc bəla ilə yedim. Bir yandan da Yasəmənin hərəkəti yer eləmişdi mənə. O hər dəfə stola yaxınlaşanda yenə səssiz gülüşlə içində uğunub gedir, başını və göyçək çöhrəsini hamıdan gizlətməyə çalışırdı. Dədəmin vecinə deyildi içinə. 2-3 qaşığa, boşqa par-par parıldadı. Birazdan dədəm demiş, havamızı dəyişməyə çıxdıq. Qaydanda gördük ki, Yasəmən 2 nəfər üçün yer hazırlayıb. Yəqin yenə gülə-gülə. Döşəmədəki nazik döşəklərdən birinin üstünə uzandım. Dədəmgil üz oturub təzədən söhbətə başladılar. Bayaqki veriliş də qurtarmamışdı hələ.